Azərbaycan Respublikasının Xalq Artisti Mələk xanım Eyübovanın canlı yayımda səhhətində problem yaranıb. Bunu mənə də zəng vurub dedilər. Dedilər, Sarı xanım, siz efirə baxırsınız. Dedim, yox, mən efirə izləmirəm. Dedilər ki, bəs Mələk xanım Eyübovanın səhhətində problem yaranıb canlı verilişdə. Bu barədə demək ki, Qafqaz Info xəbər verir ki, Muğam müsabiqəsinin ötən gün yayımlanan bölümündə canlı efirdə olan 62 yaşlı sənətçinin vəziyyəti pisləşib. Mən başa düşmürəm, bu yaxşı niyə yazıblar burada 62 yaşlı? Xalq artisti Mələk xanım Eyübovanın vəziyyəti pisləşib. Yəni o yaşı orada göstərmək məncə bu yaxşı bir şey deyil də. Bu hal deyil. Qadına qarşı bu çox böyük hörmətsizlikdir ki, bütün qadınlar öz yaşını daimi gizlədir. Bu barədə müsabiqənin aparıcısı məlumat verib. Münsiflər arasında Mələk xanım Eyübova da var. Amma səhhətində kiçik problem yaşadığı üçün bizim canlı efiri tərk etdi. Lakin arzulayırıq ki, efirimizin sonuna qədər yenidən münsiflərin sırasına qatılsın. Ona şəfa diləyirik. Yəni aparıcılar aydınlıq gətirib. Təbii ki, hava istidir, gərgin iş, gərgin həyat, nə bilim, evladların problemləri, nəvələrin, bəzən nəticələrin, o qədər problemləri var ki, təbii ki, bunları bir ana, bir qadın, bir nənə, belə balaca, kiçicik, nə bilim, çiyinlərində çəkəndə təbii ki, belə səhhətli hallar baş verir və mənim burada Şəbnəm doktorumun, həkim kosmetoloqumun əlaqə nömrəsi var, ona müraciət edin. Çox xahiş edirəm. Sarı Səfuradan bu qədər.